Hər kəsə salam dostlar, əziz izləyicilər. Gəlin OTK-nın suallarına baxaq. Birinci sual deyir onun yaxşı nəticəsi var. Deməli onun testdə cavabı azdır. A lot of çoxdur, enough yetərincədir, more çoxdur. Only-dən sonra F gəlməlidir. Çoxdur, cavab olacaq A. Demək bu sual getdiyinə görə baxaq 57-ci suala. Tez-tez baxaq gedək. İzah da verək hətta. 57 Lisa Thoms. Deməli burada iki tərəfdə də olsa jacket sözü cəmdə olmalı idi. Onun üçün bir səhvdir. Özündən sonra ing gəldiyinə görə 2 səhvdir. Cavab olacaq 3 və 4, yəni Y variantı. 58-ə baxaq. Bizdən isim cərgəsini istəyir. Examiner isimdir, turist də isimdir, Sky Scissors isimdir, kənd, imtahançı, turist. Burada bir də nə var idi burada? Qayıt, Y variantı. 59-dan 60-a baxaq elə. Bizdən adjektiv cədvəlini istəyir, nə yaxşı, baxaq. Deməli, ability bacarıqdır. This getdi azaltmaq. Sonra politeness çıxır. Fearful Kingdom gedir. Cavab qalacaq Y variantı. 60-a baxıram. Smile the trying hide. İlk öncə biz bilirik ki, smile-dır. Tasty. To be-dir. Yox, burada smile, hə, gülmək. Bu smell çox üzr istəyirəm. Hə, deməli mən burada nə qoymalıyam? Zərf qoymalıyam. Much calmly olmaz, much more calmly olmalıydı. Sifətdə Z artiklı olmur. More calm ikisi eyni anda gəlməz. Very-dən sonra adi dərəcə gəlməlidir. Cavab olacaq B variantı. Baxırıq 61-ci suala. 61-də nə deyir bizdən? Deyir, the nature is Azerbaijan is in Sweden. Deməli, oxşuyur yəqin, nə bilim belə. Demək, is in Sweden. Burada cavab olacaq 61-ci sualda. As məqsəd düzdür. So magnificent as. Sonra enough magnificent as. Burada enough getməlidir qabağa. Özü zən olanda gərək burada müqayisə edəcəz. 3 səhvdir. Magnificent zənd burada more olmalı idi. 4-də səhvdir. Cavab qalır 1-5. Y. Demək, baxaq 62-ci suala. A beautiful flowers olmalı idi. Yəni bu artıq bilirik. A getdi. A few projects B getdi. A pair of them bu düzdür. A lot of information channels olmalı idi D getdi. Several interesting books olmalı idi Y getdi. Cavab qalır C variantı. Demək, the chief is articles before. Əgər before varsa, biz bilmək lazımdır ki, bu tərəfə verəcəyik. Keçmiş, sadə. Bu tərəfə verəcəyik. Keçmiş, bitmiş. Burada keçmiş, bitmiş yox, belə deyil. Bu tərəfə sadə zamanda verə bilərik, indiki sadə. Bu tərəfə şey də verə bilərik. Nəsə, bu tərəf keçmiş sadədə olsun. Bu tərəfdə olmalıdır. Nədə? Bircə saniyə. Before. Before'un qaydasına görə will check publish yazıb. Burada will 2 dənə şey olmaz. Checks before'dan sonra will çətin gələ. Has had. Məncə burada A variantı olacaq. Nacizanə fikrim budur. Yaxşı. No firefighters. Əgər bir ilk sözə baxmaq lazımdır. Fighter sözü cəmdə olduğuna görə bir səhvdir. The noisy engineers from-dan əvvələ baxırıq. Burada boz var, düzdür. A few slices of cəmdə olduğuna görə verb var. 2-3. Y variantı da düzdür. Demək, 65-ci suala baxaq. There are a lot of guests.
Özündən sonra cəm xəbər gəlir. Everybody-dir, everyone-dır. Bunlardan sonra tək xəbər gəlir. Yenə özündən sonra tək xəbər gəldiyinə görə post olmaz. Burada cavab olacaq. Nə variantı ola bilər burada? Hə. Burada da all yenə cəm tələb eləyəcək. Yəni o Y variantı doğru variantdır. Aha. Bu da belə. Demək, bu sualları izah elədiyimizə görə artıq bu suala keçə bilərik. 66-cı suala. Deməli 66-cı suala baxırıq. 66-cı sualda əsas məsələ nədən ibarətdir? Children's performances cəmdədir. Deməli this verməliyik. Aha. İkinci tərəfə baxaq. Özündən sonra deməli of-dan da sonra gəldiyinə görə them verə bilərik. A variantı doğrudur. 67-yə baxıram. Conversation E artiklı vermək olar. Person's mood. Burada isə yenə E artiklı. Çünki hər ikisində bir birləşmə var deyə. Birləşmə olanda ikinci sözə baxıb artikel qoyulur. Daha çox da şey artikli qoyulur. Adını siz deyin. N artikelları. Bu da belə. Sarah after little yenə while var. While varsa hər iki tərəfi mən keçmiş davam edici zamanda qoya bilərəm. D variantı düzdür. Yenə eyni tip sual. Yəqin ki bu mövzu sınağı idi. Nə bilim, bu il üçün necə yanvardır, yəni bu səviyyədə sual məndə düşməməlidir. An apartment, advanced heating. Yenə burada an artikli qoyaq. Olacaq B variantı. 70-ə baxaq. Susan doesn't have to come office. Hə, burada nə istəyir bizdən? Yəqin ki, Freddən sonra has to gəlməlidir. 2 səhvdir. Several fish were 3 düzdür. The goose feathers was boss olanda, and olanda ar olmalıdır. Yəqin ki, burada cavab 1, 3, 5, yəni B variantı olacaqdır. 71-ə baxaq. 71-də curiosity və s. axır. Bu deməkdir ki, güclü öyrənmək, nə bilim nə, 1C. 2 görək doğru qeyd edib yoldaşımız. Conclusion, hə, yeni metod və s. A, 3 isə olacaq B variantı, yəni B variantı. Keçək mətnin tərcüməsinə, Səttar Bəhlulzadə haqqında olan mətnə. Deməli, çox böyük bir hissə yazılıb, amma hissə. Deməli, Səttar Bəhlulzadə was prominent Azərbaycan artist, most important figures modern Azərbaycan art. Deyir, Səttar Bəhlulzadə tanınmış Azərbaycanlı rəssamdır və müasir Azərbaycan incəsənətinin ən mühüm simalarından biridir. From the young age, he showed a great interest drawing and painting. He began his art education at Azerbaijan State Art School and later continued his studies in Moscow in 1932. Gənc yaşlarından etibarən o rəsm və rəngkarlığa böyük maraq göstərmişdir. O incəsənət təhsilini Azərbaycan Dövlət Rəssamlıq Məktəbində başlamış, daha sonra isə 1993-cü ildə Moskvada təhsilini davam etdirmişdir. Bəhluzadə's main focus was landscape painting. He is considered the founder of modern landscape painting Azərbaycan. Deyir, Bəhluzadənin əsas yaradıcılıq sahəsi mənzərə rəngkarlığı idi. O Azərbaycanda müasir mənzərə rəngkarlığının banisi hesab olunur. In the early years, Bəhluzadə's painted nature realistic style following traditional techniques. However, over time, he developed his own expensive emotional style. Some of his artworks are so imaginative and detailed that
remind viewers of photos of the Earth taken from space by using combination of pale colors and strong brushwork. He managed to make nature appear even more vivid and magical than in reality. Paintings often reflects the beauty of Azerbaijan mountains, rivers, and villages. One of the most works, Gudyal Chai Valley, is loved for its color and energy. Deyir ki, yaradıcılığın ilk illərində Səttar Bəhlulzadə təbiəti ənənəvi texnikalara əsaslanaraq realistik üslubda təsvir edirdi. Lakin zaman keçdikcə o daha ifadəli, emosional üslub formalaşdırdı. Onun bəzi əsərləri o qədər təsirli və detallıdır ki, yer kürəsinin kosmosdan çəkilmiş fotolarını xatırladır. Açıq rənglər güclü fırça vuruşlarının birləşməsindən istifadə edərək o təbiəti gerçəkdə olduğundan daha canlı, sehirli göstərməyə nail olmuşdur. Rəssamlığının, onun rəsmlərində tez-tez Azərbaycan dağlarının, çaylarının və kəndlərinin gözəlliyi əks olunur. Ən məşhur əsərlərindən biri rənglərin və enerjisi ilə seçilən Güdyal çay vadisidir. Throughout his career, Səttar Bəhlulzadə received many awards and held exhibitions in different countries, including the USA, UK, Turkey, and Russia. Today, his legacy continues to inspire young artists. Yaradıcılıq fəaliyyəti boyunca Səttar Bəhlulzadənin çoxsaylı mükafatlar almış, ABŞ, Böyük Britaniya, Türkiyə və Rusiya daxil olmaqla müxtəlif ölkələrdə sərgilər təşkil etmişdir. Bu onu işçi və gənclər ilhamlandırmağa davam edir. Mətn nə haqqındadır? Mətn Səttar Bəhlulzadə haqqındadır. Deməli biz Səttar olsun, Bəhlulzadəni definition-ı tapmalıyıq. O definition görək nədir? Burada olacaq 72-ci sualdan söhbət gedir təbii ki. Highly gifted artist, yəni bəli, A variantı onun definition kimi biz təyin edə bilərik. Deməli, keçirik hansı suala? 73-cü. Bizdən səhv cavab istəyir. Deyir ki, əgər bir cümlədə only, not only but also var. Ha, neyse, bu bildiyimiz only deyilmiş. Deyir, Bəhlulzadə was creator traditional techniques. O, traditional yox, modern texniklərdən istifadə edirdi. Olacaq, D olacaq. 74-də cavab. Görək 74-də nə olur? What did Səttar during creative career? Deyir, o developed, özünün nadir əsər, necə deyək, inkişaf elətdirirdi artistik stilini, yəni incəsənət stilini. O həqiqətən şeylər qazanmışdı. He left behind legacy, no impact yox. Onun həqiqətən də son cümlələri deyir ki, gənc rəssamlar onu yoluna davam edir, üstlər çıxar. İkisi cavab çıxdı. He became known outstanding reporter. Yox, olacaq 1, 2 və 5. 75-ci sual. 75-ci sualda isə cavab deyəsən yoldaşımız düz yazıb. He used to color saying belongs to. Bəli, oxşatmaq istəyirdi və real life. Bəli, 1-3 doğru cavab. Zaten siz yoxlamaq istəyirsiniz bunları, ona görə tez-tez keçirəm. Profession sözü career düzdür. Sonra iki sözü dəyişərək deyim, qoy yazım bura. Bir də saniyə. Buradan yazıram. Bəhlulzadə's main focus was landscape painting and he became famous for it. Belə bir cümlə ola bilər. Burada isə artıq öz təfəkkürünüzdən asılı olan məsələlərdir. Belə arkadaşlar, başqa məncə bir sual qalmadı.
Hə, burada isə cavab olacaq inspire. Bu da düzdür. Deyir ki, to give desire something well. Okay. Inspire variantı da düzdür. Deməli, yoxladığımız testdən cəmi bir dənə deyəsən səhv var idi. Yoldaşımız 29 dənə yazıb. Həmçinin siz də yoxlaya bilərsiniz. Açıqlama qismində cavabları qeyd edəcəm.